Deməli, baxırıq uşaqlar, yenə 9-cu sinif 20 aprel keçirilən 9-cu sinif dil imtahanının mətnin izahına. Məndəki D variantıdır. Başlayırıq yeni ada mətnindən. Mətni, burada da mətni oxuya bilərsiniz. Ya da ki, imtahana gedənlər onsuz da bilirlər. Mən birbaşa sualların izahına keçəcəm. Mən oxumuşam mətni. 37. Mətnə əsasən hansı suallara cavab tapmaq olmaz deyir. Kənd sakinləri yeni ada haqqında necə xəbər tuturlar? Bununla bağlı məlumat var. Hansı ki, burada deyir ki, bir gəlmə xəbər verir. Yəni, bir gəlmə insan bununla bağlı xəbər verir. Birin cavabı var. El atasını qanat düzəldən ustanı adaya göndərməyi nə vadar eləyir? Bu da var. Burada deyir ki, o narahat olur. Gedənlər qalır, çoxu da deməli, burada deyir ki, görürəm ki, deməli, çaxnaşma havaya qalxır. Aylar, illər keçir, gələnlərdən xəbər çıxmır. Xəbər çıxmır, narahat olur. Ona görə deməli göndərir ora ki, maraqlansın, görək oradakılar nə vəziyyətdədir. 1-2-nin cavabları var. 1-2-ni variantlardan atanda cavabın qalır Y variantı. Kənd sakinləri nə üçün çətin güzəran keçirirlər? Bunun cavabı verilməyib mətndə. Sadəcə deyir ki, çətin güzəran keçirirdilər. Çox əziyyət çəkirdilər, amma elə bir ki, az yeyirdilər də, belə bir şey. Bunun yəni tam olaraq mənası verilməyib ki, niyə onlar çox çalışıb az yeyirdilər. 3-ü götürürük. Cavabı yoxdur tam olaraq 3. İnsana yenidən öz kəndlə insanlar bilməməsinin səbəbi nə idi? Kəndə qayıda bilməmələrinin səbəbi o idi ki, çox tənbəlləşmişdilər, yerlərindən tərpənə bilmirdilər. 4-ün cavabı var gedir. Nə üçün yeni adada torpaq özü adamların əvəzinə işləyir? Xeyr, bunun heç bir cavabı verilməyib. 3 ilə 5. Cavab olur Y variantı. Deməli, 37-ci sualda Y. 38. Mətndə nöqtələrin yerinə hansı ifadələr yazılsa məzmundan xalal gəlməz. Burada axırda deyir ki, bu adamlar nəinki işləməyi, hətta fikirləşməyi də yaddan çıxardıblar, bir də unudublar olar. 1 ilə 3 cavabın olur A variantı. 38-də. 39-cu sualda hansı aforizmlərlə mətndəki əsas fikri əsaslandırmaq mümkündür? İnsan vaxtından əvvəl qocalan bir şey varsa, o da tənbəllikdir. Biri götürə bilərsən. Çünki burada hansı ki verilmişdi, hətta deyir cavanlar da qocalmışdılar, deyir, qoca görsənirdilər. Cavanlar dəyişiblər, qocalıblar, deyir, tənbəllikdən. Ona görə bir düzdür. Əgər böyük iş yalnız başlanğıcda çətin görülür, bunun izahı verilməyib mətndə. 3-də deyir ki, işləməyən dəmiri öz pası məhv eləyər. Bəli, onlar tənbəlləşmişlər, sistem işləmirdilər deyə pis vəziyyətə qalmışdılar. Dəyərli məsləhət qızıldan qiymətlidir. Xeyr. Deməli, vicdan məhkəməsi ən ali məhkəmədir. Xeyr. 1 ilə 3 cavabın olur B variantı. Əvvəlində işarə qoyulmuş ifadələrin şərhinə əsasən uyğunluğu müəyyən edin deyir. Deməli, 39-cu sualda B variantı oldu. 40-da əvvəlində işarə qoyulmuş çörəkləri daşdan çıxmaq, bir də əlləri işdən soyumaq. Çörəyi daşdan çıxmaq, işləməyə həvəsi marağa azalmaq. Bunu əlləri işdən soyumağa götürə bilərsən, həvəsi marağa azalmaq. Deməli, kvadrata 2 götürərsən, kvadrata 2 verməyənləri atarsan, 2 deyil, əstəğfurullah. Kvadrata 1 götürürsən, işləməyə həvəsi marağa azalmaq. Kvadrata 1 götürürsən, kvadrata 1 verməyənləri atırsan, gedir deməli. Bunlar cavabın qalır elə D variantı. Zəhmətə qiymət verilməmək heç birinə aid ola bilməz. Çörəyi daşdan çıxmaq, yəni çətin vəziyyət, çətin yaşamaq, çətin dolanışıq mənasındadır. 2 heç birinə getmir. Dolanışığını, güzəranını pisləşdirmək də olmaz. Çox çətinliklə, əzab-əziyyətlə pul qazanmaq. Bəli, 4 uyğun gəlir. 3 bucağa da 4 götürərsən, 3 bucağa 4, kvadrata 1 götürəndə cavabımız olur D variantı. Çox çətinliklə 4 dedik, bir işə mane olmağa çalışmaq, bu da heç birinə aid deyil. Deməli, 40-cı sualımızda D variantı. 41-ci sualda mətnə əsasən hansı fikirləri təsdiq etmək mümkündür? Kənd sakinləri xəstəliyin nə olduğunu bilmirdilər. Bəli, burada verilib, deyir ki, azar-bezar bilmirdilər. Deyir, belə çətin çalışsalar da çevik idilər, polad kimi idilər, azar-bezar bilmirdilər. Ona görə 1 var, təsdiq eləmək olar. El atası kəndin ancaq yaşlı sakinləri üçün ustaya qanat sifariş etmişdi. Xeyr, bununla bağlı bir məlumat vermir. Ümumiyyətlə narahat olur. 2 səhvdir, 2 olan variantları atarsan, 1 olan variantları götürərsən. Adanın yeni sakinləri aktiv həyat tərzi keçirirdilər. Burada adanın yeni sakinləri ilə bağlı hər hansısa bir məlumat verilməyib. Həmin adanın yeni sakinləri, bəli, aktiv həyat tərzi keçirmirdilər, tənbəlləşmişdilər, hətta yerlərindən də tərpənə bilmirdilər. 3 səhvdir gedir, cavabın olur D variantı 41-də. El atası adaya gedənlərin aqibəti ilə bağlı təlaş keçirir, bəli, ustanı ora göndərir. Əksər insanlar öz ölkəsini tərk etmirlər. Düzdür, bəzi insanlar da öz ölkəsini tərk etmir və bunun qeyrətə sığışmadığını deyirlər. 1-4-5 D variantı 42-də mətnin əsas hissəsinə uyğun ardıcılığı müəyyən eləyək. Əsas hissəyə uyğun ardıcılıq, adamların mətinləşdirən çətin əmək. Bu heç birinə aid deyil. Bu giriş hissəyə aiddir. Bunu əsasa götürmərsən. El atasının təlaşı, bəli, bu ola bilər. İndi baxarıq. İnsanları yeni adaya aparan vasitə, şirinlikləşdirici xəbər, deməli, sonrakı peşmançılıq, el atasının növbəti tapşırığı. Aha, deməli, baxaq.
Şirinlikləşdirici xəbər birinci gəlir, birinci 4 gəlir. Ondan sonra insanları yeni adaya aparan vasitə qanat gəlir, 3, 4, 3. Ondan sonra deməli el atasının təlaşı olur, 4, 3, 2. Sonra el atasının növbəti tapşırığı. El atasının növbəti tapşırığı olur. Bir də burada sonrakı peşmançılıq verib. Sonrakı peşmançılıq fikirləşirəm ki, yəni burada heç bir hissəyə aid olmur. Çünki burada peşman olan hər hansısa bir peşmanlıq elə yadımdadır ki, verilməmişdi. Mən 4, 3, 2, 6 kimi götürərəm cavabı. Peşmançılıq 4, 3, 2, 5, 6 olmalıdır. Elə bir variantda olmadığına görə peşmançılıq yox idi. Deyirəm, belə bir şeyə rast gəlmədim mən. 4, 3, 2, 6 olar. Cavabımız D variantı. 43-də mətnə əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur. Rahat şəraitdə yaşayan kənd sakinləri yeni ada haqqında eşidəndə tamahlarına güc gələ bilmirlər. Bir düzdür. Rahat şəraitdə yaşamırdılar axı. Bir səhvdir, rahat deyildi, onların vəziyyəti çətin idi. Bir səhvdir, doğrunun altda verib deyə bir olanları atarsan. Yeni adada işləməyə ehtiyacın olmaması kənd sakinlərinin ora getmək istəyini yaradır. Deməli, yeni adada işləməyin ehtiyacının olmaması düzdür. Orada tənbəllik idi, yəni heç bir iş görmədən qazanırdılar. Hətta deyir, yəni sümbül belə yetişmir, hazır çörək yetişir, ona görə onlar gedirlər. 2 düzdür. Yanlışa yanlış götürməlisən. Yeni ada haqqında eşidən kimi el atası kənd adamlarının xahişini nəzərə alaraq çoxlu qanat düzəltdirir. Yeni adada eşidən kimi el atası kənd adamlarının xahişini nəzərə alaraq çoxlu qanat düzəltdirir. Adaya gedən və insanların yeni həyat şəraiti ilə tanış olan usta onlara kömək etməkdə aciz qalır. Bu barədə yerlərini tərpənə bilmirlər. Heç birini tanımaq usta görür ki, hamı yerində ona yolda qalmaq. Təəssüf ki, artıq gec idi. Heç bir çarə tapa bilmirdi. Onları heç bir qanat yerdən qaldıra bilmirdi. Onlara kömək eləmək qarşısında aciz qalır. 4 düzdür, doğruyun altda götürə bilmərəm bunu. Yanlışın altda yanlış götürməliyəm. 4 gedir. 2 ilə 3 götürərsən elə Y variantı. Yanlışa yanlış. Çünki onlar axı yəni hər hansısa bir xahiş eləmirlər el atasına. Çünki burada el atası gəlir özü. Deyir ki, görürəm ki, günə el atası adamların başına toplayıb, deyir, el atası özü adamları başına toplayır. Yəni, onlar hər hansı bir xahiş eləmirlər. Y variantı 43-cü sualımızda. 44-də cədvələ əsasən uyğunsuzluqları müəyyən edin. Səbəb, kənd sakinlərinin işə olan marağının itməsi. Nəticədə el atası ustaya qanat sifariş edir. Düzdür. Uyğunsuzluq deyirsə 1-ə atırsan. Yeni adadakı xoşbaxt həyat ustanı cəlb edir. Yeni adadakı ustanı cəlb edir. Xeyr, usta ora gedəndə xoşbaxt bir həyat görmür. 2 səhvdir. Zəhmətsiz həyat insanları tanınmaz hala salır. Nəticədə adaya gedən usta təəccüblənir. Bəli, düzdür, gedir. İnsanlar get-gedə işləməyə maraqlarını itirirlər. Nəticədə el atası onları kənddə saxlamaq üçün, kənddə saxlamaq üçün yox, kənddən çıxarmaq üçün bir yol tapır. 2-4. Gəlmə yeni ada haqqında məlumat verir. Bütün sakinlər bir dəfəlik kəndi bütün sakinlər yox, bəziləri. Əksəriyyəti qalmışdı. 2-4-5 C variantı olur cavabımız. 45-ci sualda el atası başçılıq etdiyi elin qayğısına qalır. Deyiminin mətnində təsdiq və ya təksib olunduğunu müəyyən edin. Məsəl üçün, bu təsdiq hər halda sizdə cədvəldə verilmişdi. Cədvəldə təsdiq hissəsini seçəcəydiniz. Bu fikir mətndə təsdiq olunur. Çünki onun qayğısına qalır. Belə deyə bilərsiniz ki, mətndən də müşahidə etdiyimiz kimi, el atası sakinlərdən bir müddət xəbər almadıqdan sonra ustanı da onların arxasınca göndərib ondan xəbər almaq niyyətində olur. Məsəl üçün, bir sıra narahat, təlaşlıq hissləri keçirir və deməli, sakinlərdən xəbər almaq məqsədi ilə onların arxasınca adam göndərir. Belə fikirlərlə də deməli, əsaslandıra bilərdiniz, fikrinizi təsdiq edir. 46-da mətndə üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli doldurun. Bilmirəm, bu nə cədvəli idi, bilmirəm, amma hər halda deməli, həqiqi məcazi mənalıq cədvəli idi, onu deyə bilərəm. Burada deməli, üzərində rəqəm yazılan sözlərimizə baxaq, bir mən deyəcəm indi sizə. Deməli, burada birinci sözümüz xəbər verir. Xəbər vermək sözü məcazi mənadadır, çünki frazeoloji birləşmədir. Siz məcazi məna seçəcəydiniz, poetik funksiyada, həqiqi mənada işlədə bilərdiniz. Məsəl üçün, o mənə kitab verdi. Tutaq ki, mətndə məcazi mənadadır, siz həqiqi mənada o mənə kitab verdi işlədə bilərdiniz. Çaxnaşma düşür. Düşmək sözü burada çaxnaşma düşmək yenə məcazi mənada poetik funksiyadadır. Məcazi məna yazıb qabağından həqiqi mənada deyə bilərdiniz ki, məsəl üçün, stəkan əlimdən yerə düşdü. Sonra 2 dənə söz idi, yoxsa başqası da var. Elə deyəsən 2 dənə söz idi, 3-cünü görmürəm. 2 dənə söz idi, hər ikisi məcazi mənadadır, hər ikisini həqiqi mənada işlədəcəydiniz.
Üçüncüsü, yəni yoxdur məncə. Belə.